Haticeler kucağında. Ay yayın açmayacaktı bilirsin. Dedim açım danışam biraz olayları. Yaşına beni yazdır yazdır Gözlerime yaşına Yanımda nefes çıkıyor Tamam. Yaşına beni yazdır yazdır Gözlerime yaşına Yanımda nefes çıkıyor Ay ilk önce necəsiz yaşlısınız? Kemal'cığım çok sağ ol hediye atanlar, ekrana tıklayanlar. Bugün hiç yayın açmayacaktım. Dedim ki açım biraz danışar sonra bağlayayım yani çok erken bağlayacağım yayını. Ee, Ne danışmaya aşkım yani böyle şeyden geldi. EGP Arena'dan gelip ki işte icazə yoktu. Ya daha doğrusu var idi. Biletler de satıldı. Geçece 200-300. Aliyevacım çok sağ ol hayatım canım hoş geldin. Her olacaktı bilet. Sonra ne bileyim Niko bir yerde dur. Olacaktı bilet sonra bir türlü olmadı. İptal yani aşkım ne bileyim yani qərardı ki mən konsert eləməyim. Bu. Mənim də başım çıxmır ay aşkım ne bileyim Kerimcan konsert verir Ricky Martin gəldi elədi. Hani səbəb bir bilsəm səbəb nədir? Səbəb yoxdur. Yəni heç nə səbəb heç nə. Səbəbi bilmirəm. Kemalcım çox sağ ol. Ne bileyim ay aşkım. Bu arada kim bilet alıpsa biletlerinizi geri qaytarabilirsiniz. Haberiniz olsun. Ama ben bunu biraz üzüldüm, ağladım, elədim de. Sonra öz-özümə düşündüm ki, her şerde bir xeyir var. Demek ki bu baştan belə problemli olacaqdısa, bunun sonucunu düşünəmirəm. Yani düşünün 27 yani düşünün konserte 2-3 gün qala bozulacağına elə belə yaxşıdır. Vallahi billahi yani yavaş yavaş başlayırdım hani başta şeye falan. Elə Sabicim de qaş nədir? Qaş tuturmuşsunuz. Ben burada ne danışıram qaş deyirsiniz. Belə yani aşkım. Ay Niko bir yerde dur da Allah rızası için. Şey geldi de onu götür. He. Belə aşkım ne bileyim bir şey danışıram sen orada qurcalanırsan. Aşkım nefis değil ne bileyim. Başka mekan aşkım. Hansı mekanda eləyəcəkdi Niko? Hayalde. İlk. Elektrik Elektro event'te gittik. Teşkilatçı dedi ki olacak. Elektro event'e gittik. Ben size bu arada yalan danıştım ki güya işte beach tarafta eləyək de güya. Ben size yalan dedim ki hani demedim ki iptal. Orası he dedi sonra bunlara yok dediler. Hayal kafesi he dedi sonra yok dedi. Yani he değil mekan sahipleri istəyir. Sadece mekan sahiplerine qaş yazılar. Qaş nedir aşkım? Qaş. Qaş. Ne bileyim qaş nedir? He. Hayal kahvesi oldu. Hayal kahvesi geldi. Aşkım kaşıma ne olur ki? He hayal kahvesi iptal elədi. He dedi sonra iptal elədi. Sonra ne bileyim Elektro Hall he dedi iptal elədi. Yani he deyir. Mekan sahipleri he deyir. Sonra ben bunu təşkilatçı da mənə deyir ki Velizarcı mekanlar he deyir. Mekanlar deyir ki he. Sonra gelip bunu yayında deyirəm. Sabahsı bilmirəm, mekana dair bilmirəm. Yüksek bir seviyeli birileri mi deyir, müğənnilərdən birileri mi deyir. Sonra ertesi gün eşidirəm ki, mekan sahibi deyir ki, nedensiz bir şekilde iptal. Yani təzdən indi hayala deyirəm, hayal belə deyir. Elektron event hə dedi, sonra təzdən problem çıxdı.
Sonra Mambo Beach dedi. Sonra Mambo Beach dedi ki hə buyurub gələ bilərsiniz. Mambo Beach'də eləyəcəydim. Sonra Mambo Beach üstündən 2-3 gün keçdi. Təşkilatçım zəng elədi ki Mambo Beach'i deyiblər ki iptal olsun. Təzədən indi ən son EGP Arena istəyirdi. Bu arada sahibi kim idi EGP Arena'nın, sağ olsun, çox uğraşdı bizim üçün. Yani dedi ki okey, mən problem değil, i-tiketdən okeydir. Bu arada məkan sahiblərindən onay almasan i-tiket sənə bileti vermir. Təzədən i-tiketdən də okey aldıq, hər şey okey. Biletlər də bir gündə 300 dənə bilet satılıb. 300 bilet nə deməkdir bir gündə? Nəysə 300 bilet, ondan sonra belə. Kismet. Ya kismet demək, hər şəhərdə bir xeyir var, nə deyək aşkım? Hər şəhərdə bir xeyir var, olmadı. Belə. Canınız sağ olsun. Bu arada alacağınız bilet neysə kimlərsə iptal edir də. Yəni mən bir şey çabalayıram, iptal edir. Allahın maşını götürmüşəm şeyə, Polirovkaya, onu iptal eləməyə çalışırlar, zəng eləyirlər. Travel şirkətinə reklama gedirəm, zəng eləyib onu rahatsız edirlər. Yəni bilmirəm, biriləri ilə vurmağa çalışır. Canınız sağ olsun, nə deyim? Neyse, ona göre üzülmürəm. Hər şəhərdə bir xeyir var. Biri var, ən sonda bir problem ola. Hər şey pul tökəsən, DJ gətirəsən, onu eləyəsən, bunu eləyəsən. Son 2-3 gün qala deyərlər ki, iptal. Hələ bunun sonucu da var, ay aşkım. Yəni demək ki, bu başda belə bir problem olursa, gör konsert qutaranda nə kimi problem olacaq. Üstə gəl məhərrəmliyə denk gəlir. Məhərrəmlikdən ekstra məni linçləyəcəkdilər. Sen konserte gidiyorsun, 2 gün qala deyirlər ki, yox olmaz. Hə, əşya, məhərrəmlərdən dolayı məni linç eləyəcəkdilər. Bəhanə ha, yəni halbuki məhərrəmlikdə neçə dənə müğənninin konserti olacaq. Yəni elə ən yaxşısı başdan belə bilməyimdir. Olmadı. Yəni 3-4 dənə məkan hə deyir, hə deyir. Mən də gəlib bunu yayında sizlərə deyirəm, sevindirirəm. Ayol təşkilatçı, mən inanırsız təşkilatçı bugün qarşılıqlı bəlkə ağladıq təşkilatçı ilə. Allah'ın olsun. Təşkilatçı deyir ki, kankacım deyir, mən sənə danışıram məkan sahibi ilə, məkan sahibləri deyir, hə. Sonra sən deyirsən, təşkilatçı mən deyir ki, get yayında deyir ki, okey. Bu məkanda konsert olacaq. Yayında deyirəm, ertesi gün üstüne bir gün keçir, aha da məkan sahiblər zəng gelir ki, valla bizə zəng gəlir ki, iptal. Yəni nə bilim vurmağa çalışırlar, neyinirik biz, nəyi təbliğ edəcəyik, gedib orada oynayacaqdıq, elə bir sevənlərimizdən bir şey eləyəcəkdik də, bu qədər. Sibriz deyirsiz aşkım, Sibrizdə nə bilim heç bir məkan baxma, yəni ona görə durdurdum. Təşkilatçım dedi ki, başqa bir məkanlar da var, istəyirsən onlardan da təklif var bizə, deyək falan. Mən həvəsdən o qədər qırıldım ki, dedim yox, qalsın. Yəni ona görə konsert işi iptal. Yaraşmır bizim millətə konsert falan, elə ağlaşma qursunlar, birbirlərinin ayağından vurmağa çalışsınlar. Biriləri vay birazcık ileri getməyə çalışırsa, onu vurmağa çalışsınlar, getsinlər yurt dışındakiləri gətirsinlər, elə pullar onlara döksünlər. Yəni belə, yəni bilmirəm, yəni Kerimcan gəldi ayol bura, yəni Kerimcan. Sonra kimdir ki, Martin, nə o da, yəni nə bilim aşkım, ona görə elə ağlaşma qursunlar, heç gərək yoxdur, əyləncəyə falan heç, sıfır. Aziz belə gəlib ayol Bakıya, Azizin konserti oldu Bakıda, Azizin. Yəni ona görə gərək yoxdur aşkım, həvəsdən tamamen qırıldım. Təşkilatçıya dedim ki, qalsın, çünki dedim ki, bunun sonucu da var, aman tanrım, hələ mən bunun sonucunu düşürəmirəm. Üzdən İraq konsert elədi, üzdən İraqa gələn konsertdəkilər, ay inanırsınız, ondan sonraki problem olacaqdı. Oturdum mən Katya ilə danışdıq bugün. Elə dedi ki, hər şəhərdə bir xeyir var. Dedi ki, o konsertin sonrasını düşün. Başlayacaqdılar, biri oradan danışacaqdı, biri buradan danışacaqdı. Bunun konsertinə gələn belə, buna belə, ona görə heç gərək yoxdur. Elə dedi ki, elə ağlaşma quraq. Bizlərə Mərsiyə yaraşır, elə ağlaşaq, belə heç gərək yoxdur. Ona görə hər şeydə bir xeyir var. Allah hamının yenə də ürəyinə görə versin. Allah yaxşı insanların ürəyinə görə versin. Allah qısqanc olmayan, pis niyyət olmayan insanların ürəyinə görə versin. Ona görə mahnımıza davam eləyəcəyik. Klibimizi çəkəcəyik, mahnı çıxaracağıq inşallah. Yayda belə oynayarıq, deyərik, gülərik. Yəni bilirsiniz nə dedim? Dedim ki, heç olmasa bir yerdə qalmayaq da, ilərləyək. Çünki indi gəlir buradan da, dedim ki, oradan da bir addım atmağa çalışıram. Yəni bir ilki eləməyə çalışıram. Yoxdur da ay bacı. Bir şey bax, inanırsınız o qədər kütlə sevir ki,
Daha bir gün dolmadan 300 bilet alınmıştı, Allah hakkı. Bir həftədə o 1400 biletin hamısı satılacaqdı, 1500 biletin. Neyse olsun, ITK'de bu arada yazın, alanlara deyirəm. ITK'de cevap verdiğiniz kimi biletlerinizin məbləği geri gelir. Üzülmeyin, yani o manada full rahat olun. Yazdığınız kimi biletler geri gelecek. Elden alanlar gidip kasadan alanlara da geri geleceğiz. Yeter ki zengin deyin ki böyle füsyon. Üzülmürəm aşkım, her şeyde bir hayır var. Demek ki Allah bunu istiyor. Demek ki bu olacak, olmağından olmamağa yaxşı. Amma pes etmirik. Yo, təbii ki asla pes etmirəm. Asla belə şeylər məni asla düşürə bilməz, qıra bilməz. Mən yenə də yoluma davam eləyəcəm. Sağlam addımlarla. Ona görə heç gərək yoxdur. Bəzi konulara çox detaylı danışa bilmirəm yayında, kütlənin içində. Ona göre anlayın da beni de ne demeye çalışırım. Ona göre boş verin. Her şerde bir hayır var. Allah hamd yüreğine göre versin. Mahnı çıkaracağım. Mahnımız çok yakın bir dönemde gelir. Güzelce, özde güzel bir güçlü bir kliple gelecek. Bahalı bir, yani nece bahalı diyeyim. Yani oraya inanırsınız meblağ da tökeceğim ama yeter ki bu klip kaliteli olsun. Hiç olmasa orada inşallah bir ayağıma taş şey elemezler. Heç olmasa özüme göre bir hobi. Ya demirəm, wow 8 oktavlıq bir müğənniyəm. Məni sevənlərə, özümə, yəni bir hobi olarak bir mahnı çıxarmağa çalışıram. Demirəm, wow bir səsim var. Demirəm mən sənətkaram, xalq artistiyəm. Yox. Eğlenceli, böyle yaz ayına eğlenceli. Alizade xalq artistiyəm ama mesela Sibriz'de konsere çıktım mesela. 8 oktavlıq bir sesi değil. Sadece demek istedim ki böyle mesela eğlenceli sevenlere bunu detaylı danışıram ki sonra yazmayın. Yorumda insanlar o kadar boş yazır ki adamı sinirlendirir. Detaylı deyirəm. Hani sevenlerime bir hobi olarak çıkarıram. Ha inşallah klip geçe çekilişin mahnımı çıkaracağım. Sonra sabah bu arada Röya Hanım'ın konsertindeyim. Sabah bu arada yayın olmayacak. Sabah akşam çünkü konsertteyim. Hiç olmasa diyelim gidin biraz o konserte eğlenim. Belə. Pis olmuruq. Sadəcə biraz motivasiyamız düşmədi. Amma insan o həvəsi qırılma söhbəti var. Sadəcə Belizanın həvəsi qırıldı. Amma o həvəs davam eləyəcək. Hayır aşkım, sadece bunu baştan deyərdiler. Hiç olmasa video çekmezdim. İnsanlara bunu demezdim. Mənə etiketdən bileti qəbul elətdirirsiniz. 2 gün boyunca konsert olacak deyirlər. 3. günde deyirlər iptal. Hayatımda ilk defa mənim təşkilatçım bilirsən ne dedi ki, məşhur müğənnilərə elətmişəm. Deyir ki, yurt dışından gelen xarici müğənnilərə belə konsert eləmişəm, nə təşkilatçılar eləmişəm, təşkilatlı. Deyir ilk dəfədir ki, mən belə bir şey görürəm ki, sənə dair nə qədər zənglər gəlir. Yaxşı mənada deyil, iptal mənasında. Deyir hayatımda ilk dəfə belə bir şey görürəm. Yani siz düşünün. Ona göre canları sağ olsun, ne diyeyim yani, Allah hamd yüreğine göre versin, demek ki olmayacak. Neyse sabah konsertdeyiz, deyip güləcəyik. İnanırsınız ağlamaktan, üzülmekten ben böyle kütleye hani o yayın açım ağlayayım, duygusal sömürüyü asla gösteren bir insan değilim. Özümü ona göre çok zor tutmuşam danışanda. Ona göre hiç yayın açmayacaqdım. Dedim ki açın böyle danışım izleyicilere, biletini alanlar geri bildirebilir, geri atış eləyə məbləği. Ona göre ama yine de sabah inşallah konsertteyim. Röya gelirim hayatım. Hiç olmazsa orada deyim günüm biraz eğlenim. Bugün hiç yayın açmayacaqdım. 30'u da açılışlarıq, orada da deyib gülər. Ha bu arada 30'u da açılışlarıq. Ne bileyim böyle. Canım sağ olsun. Kız ben sizi seviyorum. Ay o kadar güzel yorumlar yazmışsınız ki biz sevenleriniz. Olsun kız. Ben bir tane restoranda bir şey eləyərəm 100, 200, 500. Olsun kız. İnşallah Allah böyütür. Özüm bir restoran açaram. 1000, 2000 nəfəri. Yine yığaram orada size canlı konsert eləyərəm. Vallahi canımsınız. Pulsuz, belesiz, biletsiz falan ha, bilet pulsuz. Yığaram gelersiniz orada deyip gülüp hamınızda da tek şekil mekil çektirerik. Canlı sağ olsun. En iyi olmadı. Öyle güzel şeyler de düşünürdüm ki hani show, DJ, hariçten DJ getireceğiz, halk mahnıları, beni böyle kostüm şalvarla arazakar oynamak falan. Çok güzel konseptler falan düşünürdüm. Olsun hevesimizi içimizde kıran insanların hevesleri kursağında kalsın inşallah demek istedim. Belə.
Rüyanın konserti bugün değildi. Rüyanın konserti Bugün de var sabah. idi. Bugün de var idi sabah da. Bugün başka yer. Bugün hayal Eyni konserti. yerdeydi. En iyi 2 gün dalbadal. He bugün de var idi ama ben sabaha almıştım Rüyanın konsertine. Yani 28'ine bilet almışam Rüyanın. Değil mi kız? Bugün de var idi, sabah da var idi. Sabah almışıq. Ha böyle düşmanlarım sevinin. Yani böyle bir şeye de hakikaten sevinirsinizse Allah yüreğinize göre versin. Vallahi billahi yani böyle bir şeye hiç insan sevinmez. Ben de bu Azerbaycan'ın bir vətəndaşıyam. Ben de hiç olmasa deyirəm ki çabalayayım, bir şeyler eləyim. Kütlemeni izleyir. Deyirəm ki bir şeyler, bir yenilik getirin. Bir diye güley, eğlene. İnsanlar yeni şeyden sıkılır. Hani bir şey getirəcəkdik. Dedim ne bileyim yani. Şov proqramı eləyəcək. Olsun canları sağ olsun. Neyin? Demek ki ağlatmağı sevirler. Birbirlerinin ayaklarından vurmağı sevirler. Ne kadar da ayağından vursanız da Allah o bir kapıyı bağlayar, bir kapıyı açar. Neyse bunu demek istedim. Çok başınızı ağrıtmayayım. Onsuz da modum da yoktu. Bugün çok üzüldüm. Dedim ki açın böyle. Yayınıma girirsiniz yüzünüz gülsün diye. Ona göre yüzünüzü güldürmediğim için bugün kusuruma bakmayın. Canımsınız. Kendinize iyi bakın. İyi geceler hamınıza. Dedim öyle bir danışık eləyim. Hediye atanlar da çok sağ olun. Böyle. Sizi çok seviyorum. İnşallah klip yakın bir dönemde çekilişe başlayırıq. Aşkım ne danışın? Böyle modunuz düşer axı. Ben inanırsız 1 gram enerjim yoktu. Ha oturaq ne danışıq? Gülmeye taqitim yoktu. Birini böyle yukarı almağa taqitim yoktu. Yani ne danışaq? Sizin de modunuz boşu boşuna düşecek. Yani sizin modunuz düşüktü. Gelirsiniz yayınıma biraz yüzünüz gülsün diye. Ben de sizin modunuzu ekstra üzmeyeyim. Canımsınız. Özünüze çok yaxşı bakın. Takipte kalın. İnşallah yaxşı şeyler olacak. Belə. Allah hamıya güc qüdrət versin. Öpürəm sizi. Mən də sizi danışa bilmirəm. Canımsınız. Çok sağ olun. Hamınıza çoklu kalp, iyi geceler, iyi akşamlar hamınıza. Sabah Rüyan konsertinde görüşelim. Gelenler gelir ora. Bu arada hamınız benimle şekil çektiğini Rüya çatlasın. Zarafet eləm kız. Ay belə, ay inşallah Rüya mənə sözümü soxmaz. Ay Rüya sözümü soxma aşkım. İnanırsan orada elə otur ağlayaram Allah haqqı. Sözümü soxmazsa yaxşı da az bana bu. Bir də ən qabaqdayam. Neyse. Öpürəm sizi, unutmayın bizləri. Gitme yazıblar, ne var o be, ne danışaq? Az ağla, ay Katya ağlayır. Ay pis oldu. Salak. Ağlama eşek. Bu da ağlıyor, ama ben pis eləyirsən. Pis oldum da sadece bir hevesimiz yüreğimizde kaldı. Olsun kız can sağ olsun. Canım ağlıyor. Ay çok pis oldum kız. Ay dur ben yayın. Neyse. Canım sen ağlama kız. Sağ olun. Öpürəm sizi, kendinize cici bakın. Bye bye.